Buraxılışda verilmiş mətnin növbəti suallarına bir yerdə cavab tapmağa çalışaq. 27-ci sualdan 30-cu suala qədər tapşırıqları tamamlayaq. Write the synonym of the word to maintain from paragraph 1. Burada bizə demək istəyir ki, birinci paragrafda maintain sözünün sinonimi verilmişdir. Əgər biz maintain sözünün qoruyub saxlamaq olduğunu biliriksə, qoruyub saxlamaq, təsdiqləmək olduğunu biliriksə, onda mətndəki preserve sözü ilə sinonim olduğunu başa düşəcəyik. Çünki hər ikisi qoruyub saxlamaq mənasını ifadə edə bilir. Which word from paragraph 3 best fits the following definition, being the only one of its kind? Paragraf 3-də hansı söz özündən bir dənə olan, öz növündə bir dənə olan mənasını ifadə edir? Baxaq paragraf 3-ə. Yalnız bir dənə olan nadir mənasını unique sözü ifadə edir. Mətndə də bunu gördük. Complete the sentence by changing at least 2 words according to the passage. Ən azı 2 sözü dəyişərək, mətnə uyğun olaraq 2 sözü dəyişərək cümləni tamamlamalıyıq. Sözü dəyişmək deyəndə nə nəzərdə tutulur? Mətndə gördüyünüz sözün sinonimini, yaxın mənalı şəkildə olan sözünü tapsanız yetər. Mətndə belə bir ifadə var idi. During the reign of kings, damal. Mətnə müraciət edək. During the reign of kings, damal was the main source of entertainment for the rulers. Main sözünü əsas mənasında major ilə ifadə edə bilərik. Entertainment sözünü isə amusement sözü ilə ifadə edə bilərik. Çünki major əsas deməkdir, amusement də əyləncə mənasını ifadə edir. 30-cu sualda isə bizdən nə istəyir? Answer the question by expressing your opinion. Yəni bizdən öz fikrimizin ifadəsi tələb olunur. Write at least 3 sentences. Ən azı 3 cümlə yazmalıyıq. Öz fikrimizi ifadə edə bildiyimiz, doğru düzgün ifadə edə bildiyimiz 3 cümlə. Ən azı 3 cümlə. Sual isə belədir. Which dance is your favorite one and why? Hansı rəqs sənin sevimli rəqsindir və niyə? Niyə onu sevirsən? Səbəblərini göstər. Qısa, konkret fikirlərimi ifadə etməyə çalışdım. My favorite dance is the Azerbaijani folk dance called Yallı, as it represents unity and strength. This dance is usually performed during weddings, festivals and national celebrations. Yallı is not just a dance, it's a beautiful symbol of Azerbaijani culture and history.